Bel ağrıları orta və yaşlı nəsil arasında daha geniş yayılmışdır. Müxtəlif səbəblər var. Fəqər arası disk yırtıqları, onurğa kanalı darlığı və osteoxondroz xəstəlikləri nəticəsində yaranan proseslərdir. Bundan başqa bel ağrılarında osteoporozlar, iltihabi xarakterli onurğa xəstəliklərinin də səbəb olması bilinir. Əlamətlərindən biri aşağı ətrafa ötürülən ağrıların yaranmasıdır. Ağrılar çox şiddətli olur. Bəzən bu ağrılar əlilliyə qədər gətirib çıxaracaq xəstəliklərə səbəb olurlar. Əməliyyatsız sağalsın düşüncəsi ilə xəstələr uzaq gedirlər əməliyyatdan. Lakin bunun sonucu, yenə deyirəm, xəstəliyin əlilliyə gətirib çıxarmasına səbəb olur. Beldə daimi kəskinləşən ağrılar, aşağı ətrafa ötürülən ağrılar, sidik cinsiyyət və kiçik çanaq orqanlarının funksiyasının pozulmasına səbəb ola biləcək fəsadlar, sidik saxlaya bilməmə, sidiyə gedəndə və böyük bayra gedəndə hiss eləməmə, ayaqlarda qarışqa yeriş hissiyatı, gizilti, keylik, ciddi şəkildə ayaqlarda yaranan gücsüzlüklər. Əgər bunlar varsa, mütəxəssisə, neyrocərraha və ya nevroloqa müraciət etməyiniz məsləhətdir.